Salam dostlar, necəsiniz? Bu günlər bir tamdan çıxdım. Normal keçdi. Balı bilmirəm nərdədir, amma yaxşı keçib. Bilsəm də söyləmirəm. Çıxandan sonra bəlkə paylaşdım. İnşallah. İndi çıxmışam çölə. Gedirəm Masallını gəzəm biraz. Haçanı gəzmirəm. Lan bu oğlan. Bu oğlan. 9 aydır. 9 ay. Heç elə etmir. Həqiqətən deyirəm. 9 aydır mən demək olar ki, heç yerə getmişəm. Demək olar ki, heç yerə getməmişəm. Həqiqətən deyirəm. Ancaq elə bu bir biz. Bir bu, indi bu da köynək yadı var, çox da şey eləməyim. Bir bu, da bu. Maz gələdi bizi. Bu tarix. Hamısını eləyən o günahkar budur. Bax bu. Hələ bir dənə dostu var, gözləyin. Onu göstərəcəm. Ha. Budur. Bax bu. Hamısını bu ikisi eləyir. Əsas da bu. Neymiş? Ərəblə İsrailin müharibəsiymiş. Biz nə yapalım lan onu? Hani boşu. Gedirəm indi. Burada izləyəsiz. Onu yapmışız. At. Rəf kimi getdi. Haraya gidirik? Bakı. Bakıya bilmirəm. Masalını gəzməyə gedir. Ha, Masalını gəzməyə gedir. Allah gedir istiqamət Masallım oldu. Masallım oldu lan. Masallı istirahət mərkəzi. Hasan deyirəm gedirəm bax düzdür. Masallı istirahət mərkəzi. Təhvil vermişəm atama. Mənim hələ 18 yaşım yoxdur. Vermişəm atama. Ata bu Kərbəlayırdansan. Bu maşın nədir? Maşın özündədir. Üzrü sayın əlimizdə idi. Ben bazarlıq eləyək buradan. Sərdik. Hazırda. Bir dənə tortla. Gül var, görək hələ. Başka ne istiyorsun? Bunu. Götürük. Yol iləridədir, yol. Atam sürür. Hara edirik? İnşallah gedirik təbiətin qoynuna. Dağlardan axan sulara baxın. Gedirik ata, prosto dağlardan axan suya baxamayacaq deyəsən. Niyə? Yanar dağ var burada. Bəli. Ərzincan qalasına çıxmış yol hazırda. Tarix yerlərdir bu. Sal restoran gəldi. Qala getdik, gördük ki, qala restoranı əvvəlki restoran deyil. Ora əvvəl yaxşı idi. Xarab olub. Üstünə düşüb ora. Masallı restorana. Buran qısa bir zamanda həqiqətən də qəşəngdir. Tripodum bu daha. Hal-hazırda siz izləyirsiniz. Yəni bir çoxunuz görübsünüz Masallı moldu. Yəni Masallıda Masallı istirahət mərkəzində məni izləyənlər olur, başdan izləyənlər olur, hər hansı bir rayondan izləyənlər olur. Var üçün bax çəkirəm, göstərirəm. Bax budur. Masallıya gəlirsiniz, ən yaxşı istirahət mərkəzlərindən biri. İstirahət edə bilərsiniz burada. Qısacası. Güllər var. Mən çox da gül deyiləm, ona görə mən də çox onlara maraq vermirəm. Bəli. Gedirik hal-hazırda. Bu uşaqlar oyun yeri var. Zeynəb də durub deyir ki, oynayacam. Dedim ged o. Mənə də bələdçi göndərə bilər. Bunun arxasıca. Yəni biz başqa adamlar var. Problem yaşayırıq və da ki, ehtiyac da yoxdur məncə. Hə, oyna. Öz nefsine var.
Necə keçdi imtahanınız? Zəranı burada sonlandırıram. Yoruldum. Səhər imtahan. Akşamüstü gəldi bura. Normaldır, nə? Normal keçdi. Həmd olsun. Oldu, sağ olun.